Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Hazreti Emir el-Müminin Ali ibn Abi Talib aleyhisselam buyurur: La tekun mimmen yercul ahirete bi gayri amel ve yuracci'ut tevbete bi tulil amel. Ahirete əməl etmədən ümidli olma. Yəni sən ahirətə ümidlisən, bir halda ki, ahirəti qazanmaq üçün əməl lazımdır. Gözəl əməllər yerinə yetirməlisən ki, o əməllərin nəticəsi ahirəti qazanmaq olsun. Ahirəti əməl etmədən ümid etmə. Ahirətə ümidli olma əməl eləmədən. Və yuracci'ut tövbətə bitulil əməl. Uzun uzadı arzular etməklə tövbəni təxirə salma. Məsələn, bu mövcud olan bir vəziyyətdir, real bir vəziyyətdir ki, bir çox insanlar tövbəni niyə təxirə salır? Uzun uzadı arzularına görə. Məsələn, institutda girim, tövbə eləyərəm və yaxud övladımı köçürdüm, tövbə eləyərəm və yaxud filan evi alım, tövbə eləyərəm, filan işə qəbul olum, tövbə eləyərəm. Yəni, uzun uzadı arzular bitəcək deyil. Bu arzular ki, bitmir, sonsuzdur. İnsan ölənə qədər elə hey tikir, alır, satır. Yəni, ancaq dünyaya məxşuldur. Öz arzularının üzərində çalışır. Həzrət Əmir el-Müminin də buyurur ki, uzun uzadı arzuları azaltmasan, tövbə edə bilmərsən. Arzularını azalt, tövbə sənin üçün daha əlverişli olsun, daha rahat olsun. Ardıca buyurur: Yəqulu fid-dünya bi qavli zahidinə və ya'məlu fiha bi əməli rağin. Deyir, dünya barəsində danışanda zahidlər kimi danışırsan. Ahirət məsələsi gələndə sanki bu məsələdə dilin tutulur, əlin tutulur, ayağın tutulur. Yəni ona doğru hərəkət eləmirsən. Amma din mövzusu açılanda sanki abid, zahid bir insanlar kimi mövzuya giriş eləyirsən, söhbət eləyirsən. Amma dinin hökmlərinə əməl etmək mərhələsi gələndə əməlsiz və belə deyim də, heç bir müsbət bir əməlin yoxdur yerinə yetirəsən. Əziz Peyğəmbərimiz buyurur ki, İnnəl İslamə nəzif fətənəzdəfu. İslam dini paklıq dinidir, təharət dinidir. Fətənəzdəfu, elə isə bu dinin vasitəsilə, dinin göstərişləri ilə paklanın. Özünüzə təharət verin. Fəinnəhu lə yədxulul cənnətə illə nəzif. Həqiqətən bu din olmadan, dinin əməllərinə, göstərişlərinə, qadağalarına əməl etmədən lə yədxulul cənnə, cənnətə daxil olmayacaqsınız. İllə nəzif, məgər paklanmamışdan. Paklanmamış cənnətə daxil olmaq qeyri-mümkündür. Və başqa bir hədisdə Həzrəti Əmir el-Müminin buyurur ki, Məl mücahidu şəhid fi səbililləh bi əzəmi əcrən minmənin qədərə fəqəf. Buyurur ki, Allah yolunda cihad eləyin. Yəni, özünüzlə məşğul olun. Öz həva həvəslərinizə yox deyin. İstəklərinizə, haram istəklərinizə yox deyin. Əgər belə olsa, Allah yolunda şəhid olmuş hesab olunursunuz. Və qiyamət günündə şəhidlərlə məşhur olacaqsınız. Allah şəhidlərə verəcəyi mükafatı, əcri sizə bəxş eləyəcək. Bu isə bizim əxlaqla bağlı olan söylədiyimiz mübarək hədislər. Allah bizi həqiqi əxlaqa sahiblənənlərdən qərar versin.